Salam, axşamınız xeyir. Bugünkü dərsimiz isə yerin e, Günəş və öz oxu ətrafında fırlanmasının nəticələri olacaq. Biz belə deyək, yeri təkcə insanların, yəni həyatın mövcud olması ilə fərqləndirmirik digər planetdən. Bir çox fərqli xüsusiyyətlərə görə yer planeti digər planetlərdən fərqlənir. Yer Günəş sistemində elə bir, yəni aralıq mövqeyində yerləşir ki, burada orta temperatur e, yaranır. Yəni orta temperaturda elə bir sözlə burada yaşamı belə deyək nizamlayır da. Eyni zamanda onun ayrı-ayrı məntəqələrinin təbii şərait müxtəlif olur. Bu müxtəlifliyi yaradan amillərdən biri isə yerin Günəş ətrafında fırlanması və yerin öz oxu ətrafına, yəni orbit müstəvisinə meyliliyi olacaqdır. Yer, yer Günəş sistemi ətrafında hərəkət xəttinin, yəni orbitinin uzunluğu təqribən 940 milyon kilometrdir. Bu məsafəni yer kürəsi saniyədə 29,8 kilometr sürətlə 365 gün 5 saat 48-ə 46 saniyə tam başa vurur. Bu saatlar, dəqiqələr nədir bunun ardında? Biz bilirik ki, məsələn, fevral ayı 28-dən olur və 4 ildən bir bu saatlar, dəqiqələr toplanaraq 4 ildən bir biz fevral ayın 29-dan hesablayırıq. Yerin xəyali oxunun oxu onun orbit müstəvisinə deyir 66,5 dərəcə bucaq meylidir. Bu meyillilik yerdə fəsillərin, qütb gecə gündüzlərinin, yayda gündüzün, qışda isə gecələrin uzun olmasına səbəb olur. Yəni biz normalda yəni 4 fəsil qeyd edirik. 4 fəsil hansılardır? Məsələn, fəsillərin dəyişdiyi gün tarixləri var. Məsələn, 21 martda şimal yarımkürəsində biz yaz fəslinin başladığını, 23 sentyabrda isə payızın başladığını, 22 iyunda yayın girdiyi və yaxud da 22 dekabrda isə qışın başladığını deyirik. Bu da hamısı birbaşa olaraq yerin öz orbit müstəvisinə 66,5 bucaqla meyilli olmasıdır. Biz burada hardan görərik? Fikir versək, məsələn, buraya yazıb 22 dekabr. 22 dekabrda fikir versək, yerin cənub tərəfi günəşə daha çox meyllənir. Yəni şimal hissədə qış fəsli başlayıb. 22 iyunda isə əksinə olaraq şimal fikir versək günəşə daha çox meyllənir. Günəşə daha çox meyllənir və buna görə də şimalda yay fəsil yay fəsli, yəni Azərbaycanda da yay fəsli başlayır. Bu şəkildə tam aydın görsənir. Məsələn, 21 mart tarixində Günəş ekvator üzərində zenitdə olur, ekvator xəttində zenitdə olur və 21 martdan sonra Günəş şimal tropikinə istiqamətlənir. Şimal tropikinə istiqamətlənir ta ki 22 iyunda gəlir çatır şimal tropikinə. Bu aralıq getdiyi 21 martdan 22 iyuna qədər şimal yarımkürəsində yaz fəsli olur. Yaz fəsli olur. 23 sentyabrda isə yenə də Günəş ekvator zenitdə olur və ekvator zenitdə olur, amma burada isə Günəş ekvator zenitdə olduqdan sonra Günəş cənub tropikinə meyllənir. Ta ki 22 dekabr 22 dekabr tarixinə qədər şimal yarımkürəsində payız deyirik. Əlbəttə ki, bu yaz dediyim şimala aiddir burada. Burada isə payız dediyim şimal yarımkürəsinə aiddir. Əlbəttə ki, Günəş cənubda olanda cənubda yaz olacaq. Məsələn, cənubda bu dəqiqə yaz olur bu vəziyyətdə. Yaz olur. Birinci sxemdə isə bura yaz qeyd etmişdimsə, burada payız yazmalıyım. Payız. Günəş yəni bir sözlə şimala yönəlsə, şimal hissədədirsə, bizdə yaz, yay
olur. Cənubda isə e, payız və qış fəsilləri müşahidə edilir. Günəşin düşmə bucağı var. Əsas məsələ günəşin düşmə bucaqlarını hesablayırıq ki, məsələn, günəş ekvatorda zenitdə olduqda verilir ki, məsəl üçün 21 martda buna yaz yaz gecə gündüz bərabərliyi. Buna deyirik yaz gecə gündüz bərabərliyi günü. Haçandı o? 21 mart. Yəni bu gecə gündüz bərabərliyi sözü ondan ibarətdir ki, Günəş ekvatorda olduqda demək olar ki, yerin bütün hissələrində, yer kürəsinin bütün hissələrində 12 saat gecə, 12 saat gündüz olur. Hansı tarix? 21 mart tarixi. Bu dediyim 23 sentyabra da aiddir. Bu zamanda Günəş ekvatorda zenitdə olur. Yəni yerin mərkəzində. İndi gələk Günəşin düşmə bucaqlarını deyək. Günəşin düşmə bucaqları. Məsələn, Günəş dedik ki, ekvatorda zenitdədir. Ekvator zenitdə olduqda ekvator hansı bucaqla düşür? 90 dərəcə ilə. Yəni zenit o deməkdir ki, 90 dərəcə ilə düşdüyü yer demək istəyir. 90 dərəcə ilə bu düşür hara? Ekvatora. Tutaq ki, o olsun 40-cı paralel, 40 şimal, enli. Buradakı, burayı da bizim ekvatorumuz idi. Ekvator neçə ilə düşür? 90 ilə. 40-cı paralel neçə ilə düşər? Bunu tapmaq üçün nə edirik? Arasında nə qədər məsafə var? Ekvatorla bunun arasında. Ekvator 0 dərəcədir. Bunun arasında 40 dərəcə. 40 dərəcə fərq varsa, biz 90-dan 40-ı çıxıb deyə bilərik ki, bu zaman 40-cı paralelə 90-dan 40-ı çıxda necə eləyir? 50. 50 dərəcə ilə Günəş görsənir. Və yaxud da düstur var. Düsturda Günəş ekvatorda zenitdə olduqda Günəşin düşmə bucağı bərabərdir 90 çıxılsın enlik. Günəşin düşmə bucağı bilmirik. B bərabərdir 90 çıxılsın. Bu Günəş ekvatorda zenitdə olduqda aiddir düstur. Eğimiz haradır? Enliyimiz. 40 tapacağımız enlikdir əlbəttə ki bu. Biz 40-ı tapmaq istəyirsə 40-cı paraleli 40 yazırıq. Buradan da B bərabərdir 50 edir. Yəni 40-cı paralelə Günəş 50 ilə 50 dərəcə ilə görsənir. Bu Günəşin ekvatorda olduğu vaxtlara aiddir. 23 sentyabrda onun kimidir. Yəni 23 sentyabrda Günəş ekvatorda zenitdə olduqda eyni qaydada biz hesablayırıq. Və yaxud da biz 22 iyun tarixi buna yay gün dönümü də deyilir. Yay gün dönümü. Gün dönümü. Yay gün dönümü. 22 dekabr isə qış gün dönümü. Qış gün dönümü deyilir. Qış gün dönümü deyilir. 22 gündə fikir verirsinizsə, məsələn, burada necə verilir? Ekvatorumuz bax budur. Ekvatorumuz budursa, ekvator bir aydın çəkək. Məsələn, ekvator bax budur. Görürükmü ekvatoru? Ekvator budur. Ekvatordan yuxarı qalan hissə var, bir də aşağı qalan hissə var. Görürsünüz ki, ekvatordan yuxarı olan hissə Günəşə daha çox çevrilib. Bax, bura bu hissə Günəşə daha çox çevrilib. Fikir verirsiniz. Bu zaman Günəşə daha çox çevrilən hissə hansı tərəfdir? Şimal tərəf olduğu üçün və Günəş bu zaman bax bu vəziyyətində Günəş şimal tropik xəttində bu hissədə burada zenitdə olur. Yəni şimal tropikinə 90 dərəcə ilə düşür. Şimal tropikin içinə düşür, 90 dərəcə ilə düşür. Və buna deyirik, Günəşin şimal tropikinin zenitdə olduğu vaxt 22 iyun tarixinə düşür. Şimal tropikinin zenitdə olduğu vaxt. Biz şimal tropikində zenitdə olduqda
Buna deyirik 22 iyun tarixi. Yəni şimal yarımkürəsi daha çox çevrilib. Bəzən belə bir sxem verilir. Deyir bu sxemə aid olan xüsusiyyətləri seçin. Biz görürük ki, bax bu xəttə şimal qütb dairəsidir. Biz görürük ki, şimal qütb dairəsindən yuxarıda olan hissələrdə gündüzdür, günəş şüası düşür. Amma cənub qütb dairəsindən fikir versək, cənub qütb dairəsindən aşağıda olan hissələrdə isə gecə tərəfə verilir. Yəni qaranlıq verilir, günəşə çevrilməyib. Bu zaman şimal daha çox çevrilirsə, şimal qütbündə gündüzdürsə, buna deyirik 22 iyun tarixi və buna aid olan xüsusiyyətlərdə biz verilən fikirlərdən götürərik. Şimal 22 dekabrda da əksinə olur. Fikir versək ki, ekvator xəttini çəkək. Ekvatordan aşağıda qalan hissə daha çoxdur. Yəni cənub yarımkürəsi günəşə daha çox çevrilib. Və cənub yarımkürəsi günəşə daha çox çevrildiyi üçün e, cənubda sözsüz ki, yaydır. Amma biz buna 22 dekabr biz öz tariximizə görə deyirik. Yəni şimal yarımkürəsinin tarixinə görə, yəni 22 dekabr bizdə qışdır. Yəni biz ekvatordan şimalda yerləşirik axı. Bizdə qışdır, şimal yarımkürəsində qışdır. Ona görə də biz 22 dekabr tarixi deyirik. Günəş harda zenitdə olduqda, əlbəttə ki, cənub tropikində zenitdə olduqda, cənub tropik xəttində zenitdə olduqda biz buna 22 dekabr tarixi deyirik. Bir də deyək ki, şimal tropik xəttimizin, yəni 23,5 şimal enliyinin digər adı xərçək bürcüdə deyilir. Amma cənub tropik xətti Oğlaq bürcüdə deyilir. İndi günəşin düşmə bucaqlarına baxaq ki, bu zaman günəş müxtəlif enliklərə, müxtəlif bucaqlarla düşür və bunu necə taparıq, ona baxaq. Tutaq ki, 22 gün tarixidir. 22 gün tarixində günəş harda zenitdə olur? Əlbəttə ki, 23,5 şimal enliyində, yəni tropik xəttində. Düsturumuz belədir. B bərabərdir günəşin düşmə bucağı 90 çıxılsın E enlik, yəni tapacağımız enlik plus minus Z. Bu bizim düsturumuzdur. Məsələn, tutaq ki, yenə məsələn, tutaq ki, bura 40-cı paraleldirsə, tutaq ki, 40 şimal enliyinə günəş şüasının düşmə bucağını tapmaq istəyirik. 22 gün tarix. Bu zaman günəşin düşmə bucağı B bərabərdir 90 çıxılsın. Enliyimiz nədir? 40. 40-ı tapmalıyıq axı. 40-ı deyirik tapaq. Plus minuslardan nə vaxt istifadə edirik? Bax, günəş harda zenitdədir? Şimal yarımkürəsində. Tapacağımız enlik hansı yarımkürədir? Bu da şimaldadır. Görsən, ikisi də eyni yarımkürədədir. İkisi də eyni yarımkürədədirsə, biz burada çıxmanı götürərik. Çıxaq. Günəş Z da burada günəşin zenitdə olduğu yerdir. Harda zenitdədir? Tropik xəttində. 22 gündə harda olur? Şimal tropikində. Onun dərəcəsi neçədir? 23,5. Bərabərdir. Buradan necə taparıq? B bərabərdir. 90 çıxılsın 90 çıxılsın 16,5. Bu da edər 73,5. Aha, 73,5. Demək 40-cı paralelə yay gün dönümü 40 şimal enliyinə yay gün dönümü günəş şüaları 73,5 bucaqla düşər. Yaxşı, 40 cənub enliyinə neçə ilə düşər? 40 cənub enliyi. İndi 40 cənub enliyini yazıram. Bu nə idi? Bu 40 şimal idi. 40 şimal enliyi idi. Bax bu. İndi isə yazaq 40 cənub enliyi. 22 gün tarixində. 22 gün tarixində 40 cənub enliyində günəş şüaları hansı bucaqlara düşər? Yenə də düsturumuzu yazaq. Düsturumuz nə idi burada? Düsturumuz budur. Gəlmə fərqli qələmlə verək, renklə verək. Aha, düsturumuz bu idi. Yenə günəşin düşmə bucağını tapırıq. B bərabərdir. B bərabərdir.
B bərabərdir. E, 90 olduğu kimi yazırıq. 90 çıxılsın. Möhtəsən astıq. Enliyimiz haradır? 40. Yenə 40 cənub enli 40. 40-ını yazıq. Amma Günəş 40 cənub enlini tapırıq. Günəş harda zenitdədir? Şimaldadır. Enliyimiz cənubdadır. Tapacağımız enlik cənubdadır. Günəş də şimaldadır. Fərqli yarımkürədədir. Görürsünüzmü? Bayaq eyni yarımkürədə idi. Mənfini götürdük buradan. Amma indi müxtəlif yarımkürə olduğu üçün plusu götürərik. Plus Günəş harda zenitdədir? 23,5 şimal enliyində. Hə, buradan da bunu hesablasaq B bərabərdir. 90 çıxılsın. 40-ın üstünə 23,5, 63,5. Bu da bərabərdir 26,5. Aha, gördünüz? 40 şimal elinə düşdü 73,5 dərəcə. 40 cənub elinə düşdü 26,5 dərəcə. Fərqli yarımkürə olanda toplayırıq. Bax, burada müsbəti götürürük. Eyni yarımkürə olduqda isə burada mənfini götürürük düsturumuzda. Bu bizim düsturumuz oldu. Düstursuz belə qısa yolla necə tapmaq olar? Gəlin biraz ona da baxaq. Məsələn, enliklər çəkək. Tutaq ki, Günəş 23,5-də zenitdədir. Zenitdədirsə, yenə bura neçə ilə düşür? 90 dərəcə ilə düşür. 10 demək istəyir. Zenit sözündə yəni 90 dərəcədir. Burada olsun 50. Şimal enliyi. Burada olsun 10. Şimal enliyi. Aha. İndi baxaq. Bura 23,5-də zenitdədir. Hələ ki biz 22 iyundan danışırıq da. 23 iyun tarixi üçün danışırıq. Günəş harda zenitdədir? Bu hissədə zenitdədir. Yəni 23,5-in üzərində zenitdədir. Bura neçə ilə düşür? 90-la. Bununla 50 şimal enliyi arasında nə qədər məsafə var? 50 şimal ilə bunun arasında məsafəni tapmaq üçün paralellərə baxarıq. Paralelə baxsaq görək ki, bunların arasında 26,5 dərəcə fərq var. Ne qədər? 26,5. 90-dan 26,5 çıxsaq neçə edər? 90-dan 26,5, 70, 63,5. 63,5. Deməli, arasındakı məsafəni, bax, beləncə çəkib, arasındakı məsafəni Günəşin zenitdə olduğu yerdən çıxsaq, elə biz 50 şimal enli Günəşin düşmən uzaqlığını belə şifahi taparıq, düstursuz. Yaxşı, 10 şimal enli Günəş şüası nəyə düşər? Yenə də Günəşin zenitdə olduğu yer haradır? 23,5. Bu da 10 şimal enli. Arasında nə qədər var? 13,5. 90-dan 13,5 çıxsaq, 90-dan 13,5 çıxsaq, bu dedər 76,5. Bu qədər sadə dik Günəşin düşmən uzaqları. Yaxşı, indi keçək növbəti fəsilimizə. Bu da 10 kimidir, yəni eyni qaydadandır. Düstur hamısında eynidir. Sadəcə gəlin bir iki dənə nümunə buna deyək, fərqli olsun şu cənub yarımkürəsi. Nə fərqi var ki? Tutaq ki, Günəş harda zenitdədir? 23,5 cənub enliyi. 22 dekabr tarix üçün. Bu bizim ekvatorumuz olsun. Bu da bizim 30 şimal enliyimiz olsun. Aha. Günəş 22 dekabr tarixi harda zenitdədir? Cənub tropikində zenitdədir. Yəni bura neçə ilə düşür? 90-la düşür. Biz 30 şimal enli Günəşin düşmən uzaqlığını tapmalıyıq. Sual. Bura neçə ilə düşər Günəşin düşmən uzağı? Bunu tapmaq üçün düsturla getsək, gəlin bir dənə düstur, bir dənə də beləncə qısa yol yazaq. Düsturuna getsək, B bərabərdir Günəşin düşmən uzağı 90 çıxılsın, möhtəzən açdıq. Enliyimiz haranı tapmalıyıq? 30-u. Fərqli yarımkürədir. Fərqli yarımkürədə bayaq nə dedim? Fərqli yarımkürədə olanda toplayırıq. Plus minusdan, yəni müsbəti götürürük. Günəş harda zenitdədir? 23,5-də zenitdədir. 23,5-də buraya yazırıq. Bunu həll eləsək, biz Günəşin düşmən uzağını taparıq. B bərabərdir 90 çıxılsın 53,5.
Bu da edər 36,5. Aha. Deməli Günəş 30 şimal eninə neçə ilə düşər? 36,5 bucaqla düşər. Bu bizim belə deyək ki, düsturumuz idi. Düsturdan tapdıq. Düstursuz da necə taparıq? Yenə də bayaq dediyim kimi e, düstursuz da belə tapmaq olar ki, yəni eyni bir şeydir. Beləncə çəkmişik. Bununla bunun arasındakı məsafəni taparıq. Yəni bununla bunun arasında nə qədər məsafə var? Belə deyək. Nə qədər məsafə var? 10 dərəcə burada qalır. 10 buradadır. 30 da ekvatordan sonradır. Nə qədər? 40 dərəcə məsafə var. 40 dərəcə. Üzrsən 10 da yoxdur. Burada səhv dedim orası. Ee, hə, bu yenə bu ilə yəni cənub tropiki ilə ekvator arasında nə qədər məsafə var? 23,5. Ekvatorla 30 şimal liniyası arasında nə qədər məsafə var? 30. Nə qədər? 53,5 20 cəmi. Cəmi 53,5 elədirsə, 90-dan 53,5-i çıxıb yazarıq ki, bura 36,5 dərəcə. Yəni 30 şimal liniyaya bu bucaqla Günəş şüası düşər. Eyni qaydada hamısını həll edirik. Günəş şüası verir ki, birdən suallarda suallarda deyir ki, tutaq ki, Günəş tək ekvatorda və yaxud da tək tropik xəttlərində zenitdə olmur. Günəş müxtəlif tropiklər arasında zenitdə ola bilər. Yəni haralarda zenitdə ola bilər? 23,5 şimal enliyi ekvatorumuza çəkək. 23,5 cənub enliyi. Bu aralarda Günəş zenitdə ola bilər. Yəni bu aralıqda yerləşən paralellərə 90 dərəcə ilə düşə bilir. Məsələn, tutaq ki, Günəş ekvator üzərində zenitdədir. Tutaq ki, elə 21 mart tarixidir. 21 martda harda zenitdə oldu? Ekvatorda. Ekvatorda 21 martda zenitdə olur. 21 martda zenitdə olduqdan sonra Günəş hara istiqamətlənir? Şimala. Şimala istiqamətlənir. Buraya yazalım 21 mart. Günəş bu zaman harda olur? Şimal enişlərində. Bu zaman Günəş şimalda olur. Ta ki gəlir çatır tropik xəttinə. Tropik xəttinə çatdıqda olur ayın tarixi 22 iyun. 22 iyun. Harda olur? Şimal tropikində. Və burada olduqdan sonra yenə də eyni qayda aşağı gəlir. Aşağı gəlir və olur hansı fəsil? Yəni ayın tarixi olur 23 sentyabr. Burada da olur 23 sentyabr. 23 sentyabr. Harda oldu? Yenə də tropik xətt, ekvator xəttində olur. Bax bu 21 martdan 22 iyun arası şimalda nə olur? Yaz. 22 iyun, 23 sentyabr arası şimalda nə olur? Yay. Daha sonra Günəş düşər aşağı, cənub enişlərinə doğru, cənub tropiklərinə doğru, cənub tropiklərinə doğru düşdü. Və bura çatdıqda olur hansı fəsil? 22 dekabr, 22 dekabr. Pis yazdım. 22 dekabr. Harda ola Günəş? 23,5 cənub enliyi, cənub tropikində. Yenidən 22 dekabrdan sonra Günəş şimala istiqamətlənir və yenə gəlir 21 marta. Bəzən bizə verir ki, ayın tarixi verir. Məsələn, 20 deyək ki, fevral. 20 fevralda, ayın 20-si, yəni fevralın 20-si aid olan xüsusiyyətlər seçin. Deyir, Günəş cənub yarımkürəsindədir.
Bəli, hardasa Günəş cənub yarımkürəsində tutaq ki, təxminən bu hissələrdə də 22 dekabr 21 mart arasında bir yerdədir. Yəni bu hissələr təxminən enlik deyə bilmərik indi dəqiq ona. Təxminən bu hissələr. Bəli, Günəş cənub yarımkürəsindədir. 20 fevralda bəli. Biz bu sxemdən yadımıza saxlayırıq. 20 fevralda Günəş cənubdadır, düzdür. Deyir Günəş e, Günəş deyir istiqaməti məsələn cənub tropikinə sarı gedir. Xeyr, cənub tropikinə sarı getmir. Günəş istiqaməti növbəti belə deyək, istiqaməti şimal yarımkürəsinə doğrudur. Və yaxud da deyir ki, e, şimal tropikinə günəş şüalarının düşmə bucağı getdikcə artır. Bəli, şimal tropikinə yaxınlaşırsa, bəli, günəş şüasının düşmə bucağı artacaq. Səhv fikir kimi deyə bilər ki, məsələn 20 fevral tarixindən sonra cənub tropikinə günəş şüasının düşmə bucağı artır. Xeyr, günəşin istiqamətini hara vermişəm? Şimala vermişəm. Yəni günəş məsələn bu aralıqda 23 dekabr 21 mart tarixi arasında hansı istiqamətdə gedir? Şimal istiqamətdə gedirsə, cənubda yerləşən enişlərdə günəşin düşmə bucağı günü-gündən azalacaq. Şimalda yerləşən məntəqələrdə və yaxud da enişlərdə günəşin düşmə bucağı artacaq. Bu sxemi də yadda saxlayırıq. Özümüz yenə qururuq. Müxtəlif tarixlərdə bilirik ki, günəş harda olar. İndəndən özümüzü suallara tam hazır edirik. İndi isə belə bir şey deyək. Tutaq ki, günəş dedik axı tropiklər arasında zenitdə ola bilər. Tutaq ki, olsun 20 şimal enliyi. Günəş hardadır? Zenitdədir. Yəni günəş burada zenitdədir. Belə deyək. Bura neçə dərəcədə düşür? Zenitdədirsə 90 bucaqla düşür. Deyir ki, 30 cənub enliyinə 30 cənub enliyinə günəşin düşmə bucağını hesablayın. Aha, 30 cənubinə günəşin düşmə bucağını hesablamaq üçün dedim, düz durumla da hesablaya bilərik, düstursuz hesablaya bilərik. Düstursuz nə idi? Arasındakı məsafəni tapırdıq. Buradan bura kimi nə qədər var? Buradan bura kimi 20, 0, ekvatoru kimi 20 dərəcə. Buradan bura kimi nə qədər var? Ekvator 30 dərəcə, 30 dərəcədir. Buradan bura kimi var. Hə, deməli, ümumi bu məntəqələr arasında nə qədər var? 50, 30, 20 toplusa 50. 50 dərəcə farq varsa 90 bucaqdan çıxsaq 50-ni neçə qalır da? 40. Aha, deməli 30 cənub enliyinə günəş şüası 20 bucaqla düşər. Haçan? Günəş 20 şimal enliyində, zenitdə olduqda. Məsələn, birdən biz keçmişik məsəl üçün tropik xətti, ekvator xəttini bilirik, tropiki bilirik, qütb dairələrini də bilirik də. Ötən dərslərdə hamısını keçmişik. Tutaq ki, belə bir şey deyir. Olsun. Məsələn, 40-cı 40 şimal enliyi. Bir 40 şimal enliyinə tropik xəttlərimizi çəkək. 23,5 tropikimizi, ekvatorumuzu yenə 23,5 cənub enliyi. Yazaq şimal enliyi. Aha. Deyir ki, 40-cı paralelə günəş şüalarının 40 şimal enliyinə və yaxud da günəş şüalarının maksimum və minimum düşmə bucaqlarını fərqini tapın. Və yaxud da deyək ki, günəş şüalarının maksimum düşmə bucağını tapın. Hansı enliyə? 40 şimal enliyinə. 40 şimal enliyinə günəş şüalarının maksimum bucağını tapmaq üçün nə edirik? 40 şimal enliyinə günəş şüası maksimum düşməsi üçün günəş 40-cı paralelə daha yaxın olmalıdır. Yəni günəşin zenitdə olduğu məntəqə 40-cı paralelə daha yaxın olmalıdır. Məsələn, 40-cı paralelə 40 şimal enliyə günəş haçan yaxın olar? Günəşin zenitdə olduğu yer haçan yaxın olar? Günəş maksimum yaxınlaşa bilir şimal tropikinə qədər. Yəni yaxın ola biləcəyi yer günəşin zenitdə olduğu, yəni bura kimidir. Yəni şimal tropikinə qədərdir. Hə, şimal tropik deməli 40-cı paralelə günəş şüası maksimum haçan düşər? 23,5
şimal enliyində zenitdə olduqda. Yəni Günəş yay günlərində belə deyək, 90 dərəcə bura düşərsə, 40-cı paralel maksimum Günəş şüasını tapmaq üçün 23,5 ilə 40 arası nə qədər var? 16,5. 16,5 varsa 90-dan 16,5 çıxıb 73,5 yazarıq. Yəni 40 şimal ilə Günəş şüaları düşür 73,5 bucaqla görsənir. Bu bizim maksimumumuz oldu. Maksimum nə oldu? 70, maksimum da yazaq aşağıdan 73,5. Hə, indi minimumu tapmaq üçün Günəş bizdən 40 şimal enliyindən, deyək ki, 40 şimalindən uzaqda olmalıdır. Zenit məntəqəsi bizdən uzaq olmalıdır. Ən uzaq olduğu yer haradır? Yəni Günəş bilir ki, bu tropiklər arasında hərəkət edir də. Ən uzaq olduğu yer cənub tropikidir, 40 şimal enliyindən. Hə, deməli cənub tropikində Günəş olduqda 40 şimal enliyinə Günəş şüaları ən az düşər. Yəni minimum dərəcədə düşər. Hə, indi minimum düşmə bucağını tapmaq üçün 40 şimal enliyinə cənub tropik arasında nə qədər məsafə var? 40 dərəcə ekvatorla bura arasında 40 23,5-də burada. Toplasaq bunu nə eləyir? 63,5. Aha. Harda zenitdədir Günəş? Cənub tropikində də 90. 90-dan o cəmin çıxsa 63,5 neçə eləyər? 90 63,5 çıxdı. 26,5. Aha, 26,5-də bizim nəyimiz oldu? Minimum düşmə bucağımız oldu. 26,5. Hə, bu maksimum oldu, bu minimum oldu. Maksimum minimumu bu şəkildə tapırıq. Bizə deyir ki, bizə sual verə bilər ki, maksimum və minimum düşmə bucaqlarının fərqini tapın. Aha, fərqini desə nə edək bunları? Çıxarıq. Çıxsaq bunu nə eləyər? 47 edər. 47 edər. Gəlin sizə bir şey dedim. Bunu mən niyə tez hesablamadan tez konkret 47 dedim? Çünki belə bir həmişə hesablasaq doğru çıxır. Şimal yarımkürəsi üzərində deyəcəm. Cənub yarımkürəsi də buna aid olur. 66,5 şimal enli 23,5 şimal enli. Bax bu enişlər arasında neçə dənə paralel var da. Bax bu paralellərə Günəş şüalarının maksimum və minimum düşmə bucaq fərqi çıxılsın maksimum və minimum düşmə bucaq fərqi hər zaman 47 edər. Demirəm maksimum həmişə maksimum eyni, minimum eyni. Xeyr, bunların fərqi həmişə 47-dir. Bu aralıqda olan bütün enliklərin bu cənuba da aiddir. Məsələn, cənub tropikinin cənub qütb dairəsi arasında olan bütün enliklərə Günəş şüaları maksimum və minimum düşmə bucaq fərqi daima 47 edir. Bunda qeyd kimi yadda saxlayırıq. Bir dənə də gəlin hesablama, Günəş şüasının hesablamalarına deyim. Bəzən sual verilir. Sualda necə olur? Yəni boş səhifə tapsa orada deyək. Hə. Yəni burada deyək. Məsələn, sualda deyir ki, bura baxmırıq hələ bu suallara, özümdən deyirəm. Deyir ki, 50 şimal enliyində yerləşən dağın şimala meylliliyi 5 dərəcədir. 50 şimal enliyində yerləşən dağın şimala meylliliyi 5 dərəcədir. Şimala meylliliyi 5 dərəcədir. Məsələn, yay gündönümü tarixində bu dağın şimal yamacına düşən Günəş şüalarını bucağın deyil, yəni Günəş şüasının düşmə bucağını hesablayın. Yəni bu dağın şimal yamacına düşən Günəş şüasının bucağını hesablamayın. Bunu necə eləyərik? Yay gündönümdə Günəş harda olur? Birinci onu çəkirik.
Yay gün dönümündə Günəş 23,5 ilə şimal enliyində olar. E, Günəş də dağın belə deyək, şimala meyliliyi neçədir? Şimala meyliliyi 5 dərəcədir. Hər hansı bir dağdır, şimala meyliliyi 5 dərəcədir. E, Normalda belə deyək, normal hesablayaq. Tropik xəttində Günəş zenitdədirsə, yay gün dönümündə bura 90-la düşər. 50 şimal elliyinə neçə ilə düşər? 50 şimal elliyini hesablamaq üçün bunun arasında nə qədər var? 26,5 varsa 50 şimal ilə düşər. Normalda nə qədər? 63,5. 63,5. 63,5. Bu 50 şimal elində yerləşən dağdır. Amma deyir ki bizə dağın şimala meyliliyi 5 dərəcədir. Və həmin o şimal yamacının şimala meyliliyi belə də sualı indi tam dəqiq qurmadım. Dağın şimal yamacının şimala meyliliyi 5 dərəcədir. Dağın şimal yamacının şimala meyliliyi 5 dərəcədirsə, deməli nə edirik? 50 şimal ilə 63,5 ilə düşür normalda. Amma dağ deyir ki, şimal yamacı 5 dərəcə meyllidir. Onda nə edərik? 5 dərəcə meyllidirsə şimala. E, Baxın, günəşə əks tərəfə meyllidir də. Demir ki, cənub yamacı cənuba meyllidir. Cənuba meylli olsaydı, günəşə tərəf meylli sayılırdı. Amma günəşə əks tərəfə meyllidirsə, günəşin zenitdə olduğu məntəqəyə əks tərəfə meyllidirsə, bu 5-i 63-dən çıxarıq. Bu 5-i 63-dən çıxdıqda e, edər neçə edir? Məsələn 63,5 çıxılsın 5 dərəcə. Bu da edər bu da edir 58,5. 58,5. 58,5. Hə, deməli 58,5 dağın şimal yamacına həmin 5 dərəcə meylli olan şimal yamacına Günəş 58,5 bucaqla düşər. Bu da dağın meylliliyi olan tip testlərdir. Dağın meyliliyinə aid məsələlər bu cür. Tutaq ki, bunun da bir fəxrisini deyək yenə. Tutaq ki, sualda deyir ki, indi qış yay günləri, indi qış günlərini deyək. Qış gün dönümü. Gün dönümü. Qış gün dönümü günü. Qış gün sorumuz belə olsun. Qış gün dönümü günü. Qış gün dönümü günü. 10 şimal enliyində yerləşən dağın cənub yamacının cənuba meyliliyi 10 dərəcədir. 10 dərəcədir. Bir deyirəm sualı. Qış gün dönümü günü 10 şimal enliyində yerləşən dağın cənub yamacının cənuba meyliliyi 10 dərəcədir. Və bu dağın cənub yamacına qış gün dönümü günü günəş şüalarının düşmə bucağını hesablayın. Sualımız bu cür olsa, bu şəkildə edərik. Arada ekvatorumuzu seçək. Daha sonra qış gün dönümü günü günəş harda zenitdə olur? 23,5 cənub enliyində. Yenə deyirəm, günəş burada zenitdədirsə, bura neçə ilə düşər? 90 bucaqla düşür. 10 şimal enliyinə normalda neçə ilə düşər? 10 şimal enliyində biz aradakı məsafəyə baxaq. 23,5 buradadır, 10-dadır. Cəmi 33,5. 90-dan 33,5-i çıxsaq, yəni bu aradakı məsafəni edər 56,5. Yəni 90-a bu belə deyək, tam 33,5 çıxsaq, bunların arasındakı məsafəni edər 56,5. Deməli 10 şimal elinə 56,5
bucaqla düşür günəş şüaları. Amma bizə sualda deyir ki, bu enlikdə yerləşən dağın cənub yamacının cənuba meylliliyi 10 dərəcədir. Cənuba meylliliyi neçə dərəcə deyir? Cənuba meylliliyi 10 dərəcədir deyir. 10 dərəcədir. Cənuba meylliliyi 10 dərəcədirsə, bayaqki sualda günəşə daha günəş hardadır? Cənubdadır. Bu da cənuba meyillidir. Eyni istiqam günəşə tərəf meyillidirsə, bax bu da onu bunun üzərinə gələcəm. Həmin meyilliliyi neçə dərəcədirsə, onu enliyə düşən bucağın üzərinə gələcəm. O da eləyir neçə? 66,5. 66,5. 66,5. Deməli, bu sualın cavabımız nə oldu? Bu qış gün dönümü tarixində 10 şimal enində yerləşən dağın cənub yamacının cənuba 10 dərəcə meyilli olduğu yamacın günəş şüası 66,5 bucaqla düşdüyünü qeydə aldıq. İndi burada bir iki sual qeyd etmişəm. Gəlin onlara da baxaq. Sual 1. Yay gün dönümü tarixində Bakı şəhərinə günəş şüaları hansı bucaqlara düşər? Bu sualları bayaq hesabladıq. İndi baxaq. Yay gün dönümü günəş harda olur? 23,5 şimal enliyində. Bakı şəhərinin koordinatları haradır? 40 şimal enliyi. Günəş yay gün dönümü 23,5-də zenitdə olduğu üçün bura 90-la düşər. 90-la düşər, 90 bucaqla düşər. 23,5 şimal ilə 40 şimal enliyi arasında nə qədər var? 16,5. 16,5 arasındakı məsafəni 90-dan çıxarıq. Deyərik ki, bura düşür 73,5 bucaqla. Bakı şəhərinə 73,5 bucaqla düşdüyünü qeydə aldıq. Daha sonra sual 2-ə baxaq. Günəş şüaları Bakı şəhərinə 40 bucaq altına düşdüyü tarixdə, bu da fərqli sualdır. 20 cənub elində hansı bucaqlara düşər? İndi çəkirik. Bakı şəhərinə 40 bucaqla düşür. Bu 40 şimal enliyimizi yazırıq. 40 şimal enliyi günəş şüası neçə bucaqla düşür? 40 bucaqla düşür. Bucaq altına düşdüyü tarixdə 20 cənub elində hansı bucaqla düşər? Günəş Bakıya 40-la düşür. Günəş harda zenitdə olar? Onu tapmaq üçün nə edirik? 20 cənub enliyində qeyd edək. 20 cənub enliyi. Biz bura tapmalıyıq. Əslində ikisimiz buradır. Bax, bucağı tapmalıyıq. 20 cənub bucaqla düşər. Günəş 40 cənub enliyinə, yəni günəş 40 şimal enliyinə 40 bucaqla düşür. Günəşin 90 bucaqla düşdüyü enliyi tapmalıyıq. Zenitdə olduğu yeri tapmalıyıq. Bunu necə taparıq? Düz durumdan istifadə edə bilərik. Bir məntiqlə də tapa bilərik. Günəş bura 40 ilə düşürsə, deməli günəşin zenitdə olduğu enliklə 40 şimal enliyi arasında 50 dərəcə fərq olmalıdır. Yəni bura 40 ilə düşürsə, zenitdə olduğu yeri tapmaq üçün zenitdə olduğu yerdə neçə ilə düşür? 90 ilə düşür. 90 ilə 40 arasında nə qədər var? 50 dərəcə fərq var. 50 bucaqda fərq var. Deməli 50 bucaq fərq varsa, biz 50 bucaq aşağı düşsək, hara gəlib düşmüş olarıq? 10 cənub enliyinə. 10 cənub enliyinə düşmüş olarıq. Deməli 10 cənub enliyinə günəş şüası 90 bucaqla düşür. 10 cənub enliyinə günəş şüası 90 bucaqla düşürsə, 20 cənub enliyinə neçə ilə düşər? Bunun arasında nə qədər var? 90 çıxı olsun 80. Aha, ikinci sualımızın cavabı oldu 80 bucaqla düşər. Gəlin bunu düz durumdan da həll edək. Bu bizim yolumuz idi. Düz durumdan necə olar? Yenə 40 şimal enliyi yazaq. 40 şimal enliyi. 40 şimal enliyi neçə bucaqla düşür? 40 bucaqla düşür. Biz neçəni tapmalıyıq? 20 cənub enliyinə günəş şüasının düşmə bucağını tapmalıyıq. Düz durumumuz nə idi? B bərabərdir. 90 çıxılsın enlik plus minus Z. Düz durumumuz budur. Biz buradan B-miz bəllidir. Biz günəşin birinci zenitdə olduğu məntəqəni tapmalıyıq. Hələ bu 20 cənub enliyini tapmıram. Birinci günəşin zenitdə olduğu məntəqəni tapmalıyıq. B-miz nə qədərdir? 40. B-miz 40. Bax bu 40. Günəşin düşmə bucağı.
B günəşin düşmə uzağı 40 bərabərdir. Üstümüzə 90 çıxılsın. Enliyimiz haradır? 40. Günəşin zenitdə olduğu yeri bilirik. Xeyr. Plus, minus, z. Aha, bura kimi yazdıq. İndi yenə aşağıdan yazıram. Buradan davam edirəm. E, yenə 40 bərabərdir. 90 çıxılsın. 40 plus, minus, z. Buradan gətirsək 90-dan 40-ı çıxsaq 50-dir. 50 də bedək 40 bərabərdir. 90-dan 40-ı çıxsa 50 50 plus minus z. 50 də bu tərəfə keçsə plus minus z bərabərdir. 50 bu tərəfə keçir, mənfi ilə keçir. Mənfi 10 qalır. Mənfi 10. Aha. Fikir verirsiniz. Burada cavabı nə tapdıq? Mənfi 10 tapmışıq, düzdürmü? Bu mənfi 10 indi nədir? Biz deyirik ki, eyni yarımkürədə olanda müsbət götürürük. Eyni yarımkürədə olanda götürürük, müsbət götürürük. Fərqli yarımkürədə olanda götürdük, mənfi götürürük. Və görürsünüz, mənfi tapdıq, mənfi aldıq cavabımızı. Deməli, cavabımızı mənfi almışıqsa, deməli bu nədir? Günəş fərqli yarımkürədədir. Yəni 10 nədir? 10 cənub enliyindədir. Buradan bu mənfimiz odur. Yəni cavabı mənfi almışıqsa, o demək deyil ki, biz səhv getdik. Xeyr. Demək mənfi almışıqsa, günəş 10 cənub enliyindədir. Yəni 40 şimal enliyindən fərqli yarım. 40 şimal, bu 40 şimal enliyində. Demək bu şimal yarımkürəsində deyil, günəş cənub yarımkürəsindədir. Yəni 10-umuzu hara gətirərik? Elə 10 sıfırımız ekvatorumuz. 10-umuzu hara gətirərik? 10 cənub enliyi. Aha, günəşin düşmə uzağının günəşin zenitdə olduğu məntəqəni tapdıq. Hara? 10 cənub enliyi. Bura yazaq 90. Yəni bura 90-dan düşür. Bura 20-nin içinə düşər. X. 20-nin içinə düşər. Arasındakı məsafə nə qədərdir? 10 dərəcə. 90 çıx 10 bərabərdir 80. Bu qədər sadə. Bu suala da baxaq. 50 şimal enində yerləşən düzənliyin şimal istiqaməti meyliliyi 5 olan bu bayaqçı tip sualdır. Bayaq işlənmişdik bundan bir dənəsi. Cəbana baxalım 4-də. Günəş 10 cənubində zenitdə olduğu zaman 60 yönlü hansı bucaqda düşər? Günəş 10 dərəcə 10 cənub enliyində zenitdədir. 60 şimal yönlü hansı bucaqda düşər? 60 şimal enliyi. Burada bizim nəyimiz var? Ekvatorumuz var. 10 cənub enliyində zenitdədirsə, 10 cənub enliyində düşür günəş 90-la. Bununla bunun arasında nə qədər var? 10 dərəcə bura kimi, 10 bura kimi, 60 da bura kimi. Arasında 70 dərəcə fərq varsa, 60 şimal enliyinə 90 çıx 70, 20 bucaqla düşür. Bu bizim bu yolumuz. Düsturla necə olar? Cavab 20. Düsturla necə olar? Günəşin B bərabərdir. 90 çıxılsın enlik plus minus z. Günəş düşmə uzağını bilmirik. B bərabərdir. 90 çıxılsın. Enliyimiz nədir? Tapacağımız enlik 60. 60. 60. Zenit məntəqimiz haradır? Zenitimiz haradır? 10 cənub enliyi. 10 cənub enliyi, bu da 60 şimal. Fərqlidir axı. Biri cənubdur, biri şimal. Ondan indi yəni fərqli yarımçöl olunub, deyirik ki, plusu götürürük. Plus harda zenitdədir? 10 dərəcədə. 10. Bunu yazıb eləyirik. B bərabərdir. 90 çıxılsın. Bunun məfsuzən içi 70 eləyir. 70. Bu da B bərabərdir. 20 dərəcə edər. Hər iki
halda cavabı 20 tapdıq. Hansı yollar hardsa o yollardan istifadə etmək olar. Bir də var qütb gecə gündüz bərabərlik günü. Bu nədir? Qütb gecə gündüzlüyü bərabər günü. Məsələn, Günəş şimal tropikində zenitdə olduqda, Günəş şimal tropikində zenitdə olduqda, Günəş şimal tropikində zenitdə olduqda fikir verirsə, hə, Günəş deyir ki, məsələn, burada verilən şəklə görə deyirik, Günəş şimal tropikində zenitdədir. Yəni, buradan onu çıxardıram mən. Və şimal qütb dairəsindən, yəni şimal qütb dairəsi nədir? 66,5 dərəcədir. Yəni, şimal qütb dairəsindən şimalda qalan məntəqələrdə qütb gündüzləri baş verir. Buna deyirik qütb gecə gündüz bərabərliyi günü. Məsələn, 22, məsələn, şimal tropikində Günəş nə vaxt zenitdə olur? 22 iyun tarixində. 22 iyun tarixində biz deyə bilərik ki, şimal qütb dairəsindən şimalda qalan bütün məntəqələrdə qütb gündüzləri olur. Fikir verirsiniz, bura gündüzdür. Qütb gündüzləri olur. Və yaxud da 22 iyun tarixində 22 iyun tarixində Cənub qütb dairəsindən cənubda qalan bütün məntəqələrdə qütb gecələri müşahidə olunur. Qütb gecələri müşahidə olunur. Yəni burada gün görsənmir. Qütb gecələri müşahidə olunur. 22 dekabrda da onun əksidir. Yəni 22 dekabrda şimal qütb dairəsində şimalda qalan yerlərdə qütb gecələri, cənub qütb dairəsindən cənubda qalan bütün məntəqələrdə isə qütb gündüzləri baş verir. Bir dənə bir şey deyim. Günəş 66,5, yəni qütb dairələrində ildə bir gün qütb gündüzləri baş verir. Məsələn, 66,5 şimal enliyində bu hansı tarixə uyğun gələr? 22 iyun tarixində ildə bir dəfə qütb gündüzləri olur. Yəni Günəş batmır. Bu qütblərimizdə isə cənub qütbü, şimal qütblərimizin ərəfəsində 90-dır. Cənub qütb nöqtəsi ilə şimal qütb nöqtəsində bu bir gün yox, 6 ay davam edir. Bəzən uşaqlar məktəb vaxtından elə yadda saxlayır ki, deyir, belə deyirlər ki, Rusiyanın elə əraziləri vardır ki, orada deyir il ərzində məsələn gün görsənmir. Rusiyanın deyirlər ki, ərazisi varsa 6 ay gecə, 6 ay gündüzdür. Biz dünya xəritəsinə baxsaq, Rusiyanın əraziləri həddindən artıq məsələn qütbə yaxın deyil. Yəni 6 ay gecə, 6 ay gündüz söhbəti yalnız qütblərə aiddir. Yəni məktəb vaxtında bəzən uşaqların ağlında qalır ki, Rusiyanın elə yeri var, 6 ay gecə, 6 ay gündüzdür. Xeyr. Yalnız 6 ay gecə, 6 ay gündüz söhbəti bizim qütb nöqtələrimizə aiddir. Qütb. Amma qütb nöqtələrimizdən, yəni bura qütb nöqtəmizdir. Qütb nöqtələrimizdən aşağı doğru, məsələn 70-ci paralel, tutaq ki 66,5. Yəni bu paralellərə qədər, buradakı olan məsafə qədər olan məntəqələrdə qütb gündüzləri belə deyək ki, dəyişir. Fərqli-fərqli, məsələn, hər hansısa bir enlikdə 4 ay baş verir, 4 ay gündüz olur və yaxud 4 ay gecə olur. Yəni bu enliklər arasında olur. Cənubda həmçinin bunun kimi, yəni cənubda da eyni qaydada baş verir. Tutaq ki, Günəş 20 şimal enliyində zenitdədir. Günəş 20 şimal enliyində zenitdə olduqda 90-dan 20 çıxsaq, belə bir şey var. 90-dan 20-ni çıxsaq, eləyər 70. Deyərik ki, 70 şimal enliyində qütb gündüzləri baş verir. 70 şimalində qütb gündüzləri başladı və yaxud da 70 şimalində qütb gündüzləri başlayır. Harada zenitdə olur? Günəş 20 şimalində. Məsələn, Günəş 10 şimal enliyində zenitdə olduqda deyərik ki, 90-dan 10 çıxsaq 80 eləyir. Deyərik ki, 80 şimal enliyində qütb gündüzləri başladı.
Bu qaydada davam edir. Cənabdakı bunun kimi. Məsələn, nə dedim bayaqlar? Dedim Günəş 20 şimal enliyində zenitdədir. Günəş 20 şimal enliyində zenitdədirsə, dedim ki, 70-də qütb gündüzləri, 70 şimal enliyində qütb gündüzləri baş verdi. 70 cənub enliyində isə 70 cənub enliyində isə əksi bax məsələn 70-i tapdım. 70-in birini cənuba yazıram, cənub enliyinə. 70 şimal enliyi dedim ki, qütb gündüzləri başladı. Amma 70 şimal dedim ki, qütb gündüzləri başladı. Amma 70 cənub enliyində isə deyirəm ki, günəş 20-də zenitdə olduqda, yəni bura 90-dan düşdükdə, arada var hələ ekvatorumuz da var. Hə. Amma 70 cənub enliyinə deyirəm ki, 70 cənub enliyində qütb gecələri başladı. Bu şəkildə. Dərsimiz bura qədər. Ümid edirəm ki, dərsdən öz qeydlərimizi götürdük. Qeydlər götürmək lazımdır. Çoxlu-çoxlu bu günəşin düşməninə aid testlər işləmək lazımdır ki, dərsi belə deyək, beynimizə həkk eləyək. Çətin bir şey yoxdur, çox rahatdır. Sadəcə məntiq işlətmək lazımdır.